Əziz həvəskarlar, yenə də burada biz 4D skanerin proqramı haqqında danışacağıq. Bu proqramda gördüyünüz kimi yüzeysel tarama, sonar tarama, canlı tarama, dedektör funksiyaları var. 4 funksiya var burada. İlk öncə biz yüzeysel taramadan başlayaq. Yüzeysel taramada çəkiliş demək olar ki, düyməni basmaqla, yəni çəkiliş eləyirik. Hər basanda bir dəfə çəkiliş verir. Məsələn, bizə lazımdır 5 dənə. 5 addım. 5 addımdan sonra buna mütləq geri dönməsini, yəni ki, zigzag formasında geri qayıtmasını təmin edirik və çəkilişimizə davam edirik. Məsəl üçün, gəldik burada bizə bir metal verdi deyək. Bu formada çəkilişimizə davam edirik. Çəkə-çəkə hər tuşu basanda bir dəfə çəkiliş atır. Davam edirik. Artıq burada bu gəldiyinə görə 5 addım tamamlandı və bunun rəngi dəyişdi. Buna tamam dedik. Yəni çəkilişimizi bitirdik. Bu şəkildə bizə 4D çəkiliş verdi. Bunu indi analiz eləmək lazımdır. Analiz eləmək üçün bu küncdə bu xəttə bir dəfə toxunmaqla menyusu açılır. Menyudan ilk öncə bunu seçirik və aktiv edirik. Aktiv etdikdə burada torpağın sloyların, təbəqələrin bizə burada göstərir. Biz də bunun təxmini nəyə bənzədiyini görmək üçün bu şəkildə analiz edib baxırıq. Arada uzun bir şey olduğu, yəni mən burada bobinə bu hel qutusunu, bizon qutusunu, bu qutunu yaxınlaşdırdım. Bu qutunu yaxınlaşdırdım, alüminium qutunu. Və davam edirik burada çəkilişləri. Burada ikinci gəlirik, burada tüm karelər var. Məsələn, hər göstərişin neçə dərinliyi olduğunu göstərir. Sonra burada biz torpağı seçirik. Məsələn, deyək ki, biz bunu opşi çəkdik. Məsələn, betondan çəkdik. Vururuq betona məsələn. 0.31, yəni 31 santıdan biz bu qutunu, alüminium qutunu görüb. Burada hal-hazırda 0.31 metr yazır. Və davam edirik. Burada analizlər eləmək üçün məsələn çox şeylər var. Məsəl üçün burada təxmini bu şəkildə analiz eləmək üçün, formaları göstərmək üçün bu şəkildə şeylər var, funksiyalar var. Burada rəng seçimləri var. Məsələn, biz bunu bu rəngdə də görə bilirik. Məsələn, bunu biz bu rəngdə də görə bilirik. Bu rəng seçimləri bu rəngdə də görə bilirik. Hətta biz bunu məsələn 2D formatında da görə bilirik. 2D formatı bu şəkildə də artıq bizə burada aşağıda məsələn formanı bu yuxarıda dəqiq bizə uzun sov olduğunu göstərir. Burada məsəl üçün
bu həmin kvadrata almadı. Yəni belə bir şeyler var. Burada önce setka qalınlığıdır. Bunları göstərir. Bu şekilde göstərir. Belə analizler var. Burada yaddaşa yazmaq üçündür. Həmin şeyi yaddaşa dosya kaydet yazır burada. Kaydettik yazdık. Buradan çıxırıq. Tamam dedik. İkinci sonar taramadır. Sonar tarama için artıq aparatda live skanı qoşman lazımdır. Live skanı qoşuruq. Burada önce metal yaxınlaşdıranda, her metal yaxınlaşdıranda bu şekilde. Mesela uzun uzadı metal üstünde saxlayanda bu şekilde verir. Bu hel kutusudur. Hel kutusu. Bizon kutusu daha doğrusu. Bak bu şekilde verir. Bu da bir çeşit analiz formasıdır. Bundan da çıxaq. Keçək bu canlı taramaya. Canlı tarama da eyni səviyyədə bu şekilde verir. Her yaxınlaşdıranda, məsələn, yaxınlaşdırıb saxlayanda bu şekildədir. Məsəl üçün, bunun uzaqlıq, yaxınlıq məsələsi var. Məsələn, biraz deyək ki, uzaq tutmuşuq. Biraz da uzaqlaşdıraq, biraz da uzaqlaşdıraq. Məsələn, bu formada az bir miqdar, məsəl üçün, yaxınlaşdırırıq. Bu şekilde bize verir metalı. Keçək başka bir funksiyasına. Burada dedektör funksiyası var. Bu şekilde verir dedektör funksiyası. Metal yaxınlaşdıranda bu şekilde verir. Mesela için biraz uzaktan tutaq. Bu şekilde, yani 4 funksiya bu şekilde verir. Bunun aparatın öz sesi de var. Yani bunlarsız, kompütersız aparatın öz sesi de var. Ki metal yaxınlaşdıranda, mesela buradan çıxırıq. Aparat özü dedektör kimi işləyir. Bu şekilde metal yaxınlaşdıranda aparatın bu şekilde sesi çıxır. Bugünlük bu kadar. Yani en azından azdan çoktan tanıttım. 4D skanerin programını. Bugünlük bu kadar. Çok sağ olun. Teşekkür ederim baxdığınıza görə.